Hər vaxt xeyir olsun, bir daha cümləmizə mübarək olsun, dəyərli qrup üzvləri. Səhər saatlarında bizim satış əməliyyatlarımız gəlir nəticələrində aşağıda alış əməliyyatlarını vermişdik. Onlar gəlirlə bağlandılar. Yenə alışımız var. Gümüşdə də alışlarımız var aşağıdan. Gəlin bunların hər birinə take profit təyin edək. Incoming mail. Bunların hər birinə take profit təyin elədik. Bizdə Bitcoin-də də buy var idi. Yəni Bitcoin buy'ına da gəlin biz indidən bunun təyin edək. İndi gəlin, yəni nağdı olsun, soğan olsun prinsipi ilə bağlansın. Euro dollarda buy'ımız var, funt dollarda aşağıda buy'ımız var. Dollar Yapon yenində satış əməliyyatımız var. Funtun dollar rəqabətində, funtun dolların frank olan rəqabətində satışımız var. Buna take profit qoya bilərik. Sonra məncə başqa yoxdur. Elə bunlardır. Baxa görə bu bunun səsini alaq. Bunu var. İstəyirsən ki, gəlirlə tez bağlasın, amma görürsən ki, mən əllə bağlaya bilərəm. Prosta istəyirəm ki, TP ilə bağlansın. Biraz korreksiya versə yuxarı bağlayacaq. Amma nəysə. Qızılda da əməliyyatları bağlamışıq. Buy əməliyyatları mən niyə demədim? Çünki riskidir. Nəyi riskidir? Deməli, axşam xəbərlərinə qədər görürsünüz funt dollar necə sürətlə düşürdü. Ona görə buy demədim ki, adətən bizə yaxın olan tələbələr ki var, biz onlara deyirik, yəni buy edin. Yəni 30 dollar, 40 dollar qalxdı. Amma çoxlar nə deyə bilmir, nə üçün balansları kiçikdir deyənə balans dözə bilməz. Məsələn, dünən görürsünüz, məsələn, kimsə buy versəydi, düşdü, yenə buy verdi, düşdü, yəni ümumilikdə ümumi olaraq yəni 130 dollar endi, 135 dollar endi, yəni buradan olaraq yəni 100 dollar endi aşağı. Siz buy verdikcə balans dözməz və partlaya bilər, hesab gedə bilər. Nəysə, biz bunu gözləyirik. Baxa görə biraz qalsa yuxarı bağlayacaq. Gəlin baxaq, bugün biz nələr etmişik. Baxaq, bağladım. Deməli, gümüşü də bağladı, gəlirlərlə bağlandı. Bugünkü əməliyyatlarımız bunlar olub. Ən yadda qalan hadisələrdən biri səhər saatlarında bizdə 5000 bir də bağladı. Deyəsən Bitcoin də bağladı. Bitcoin də bağladı. 57 dollardan bağladı. Səhər saatlarında 5110-da biz sell stop qoymuşduq. Bu normaldır. 5000 biraz sürüşdü aşağı. 5109.60-dan bağladı. Amma take profit təyin eləmişdi 90-lara. Bu əslində 2000-dən yuxarı bağlamalı. 1991 yəqin komissiya tutub bunu belə yazıb bura. Nəysə, ona da biz baxmırıq. Əslində bugün açdığımız əməliyyatlar gəlirlər bunlarda. Açıq əməliyyatlar çox kiçik lotlarlandır. Deyək ki, qızılda bu lotlar da açıq. Sonra gümüşdə bir dənə alış əməliyyatlarımız var. Neftdə səhər saatlarında neft yəni biz əməliyyatları verdik. 101.20-də olan, yəni dollar yarım, 1 dollar yarımdan çox qalxdı, mükəmməl nəticə verdi. Gəlirlə nəticələndi. Amma daha erkən deməli 100.80-lər də 20-lərdir. Mən bunu YouTube-da dərc etmişdim. Bitcoin əməliyyatlarımız bağlandı. Evroda bunu bağlamıram uşaqlar. Nə üçün bağlamıram? Çünki xəbərdən sonra sürətlə qalxacaq yuxarı, ona görə bağlamıram. Funtda da elə sürətlə qalxacaq yuxarı, ona görə bağlamıram. Yəni ən azından kifayət qədər qalxacaq. Yəni bunlar sığortalama da olar. Dollar Yapon yenində də buna take profit təyin eləməmişik. Take profit təyin edək buna. Dollar frankda da biz take profit təyin eləməmişik. Take profit təyin edək. Funtun frankanın rəqabətində satış əməliyyatlarımız mükəmməl nəticə verdi. Funtun Yapon yeni rəqabətində də gəlirlə nəticələndi. Yəni səhər saatlarında biz hansı cütlüklərdən əməliyyatları açmışdıq? Yəni VIP-yə baxaq. Hansı, deməli, bu
Burada biz yazmışıq qızılda sel gəlirlə oldu, gümüşdə sel gəlirlə oldu, funtun Yapon yeni rəqəmi sel o da gəlirlə oldu, funtun frankon sel gəlir, neftdə də deyək ki gəlirlə oldu, Bitcoin-da da gəlirlə oldu, buy, neftdə də buy, Bitcoin-da buy. İndi biz ora əlavə eləyərik dollar Yapon yeni, dollar frankı, evro dolları biz eləyə bilmərik, çünki evro dollarda biz buy yuxarıda demişik, yəni funt dollardan. Deməli, dollar, Yaponiya dollar frankı da biz gəlir var bizdə, amma biz onu dərc etmişiksə, deməli 59-200-də demişik dollar Yaponiyanı, frankı aşağıdan demişik seli. O yuxarı qalxdı, yuxarıdan sel gəldi. Yəni ümumilikdə bunu dərc etmişik 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6 əməliyyat. 6 əməliyyat yəni uğurla bağlandı. İndi funtun Yaponiya rəqabəti günün ikinci yarısından sonra bunun qalxma ehtimalı böyükdür. Yəni biz indidən xəbərə qalmış, yəni bu riskdir. Burası mən yəni sadəcə olaraq iş prinsiplərini sizə öyrətmək istəyirəm. Funtun frankon rəqabəti xəbərdən sonra 15 yarım saatdan sonra xəbərlər çıxacaq deyənə, yarım saatdan 50 dəqiqədən sonra 40 dəqiqədən sonra xəbərlər çıxacaq. Xəbərlərə qabaq biz əməliyyatları açırıq. Belə, biz burada sel verə bilmərik hələ ki. Nə üçün? Çünki xəbərdən sonra yenidən qalxa bilər. Amma neft xəbərə bir təsir göstərmir. Çünki neftə elədir ki, onun öz prinsipləri var. Çox güman ki, qızıl da qalxa bilər. Amma yenə biz sel stoplarımızı yerləşdirərik. Baxa görə bu dəfə nələr olur. Belə hamıza uğurlar. Yəni bugün hələ ki 6 əməliyyat gəlirdədir. Yəni siqnal paylaşdığımız sizin üçün. Amma ümumilikdə isə dollar frankdan da gəlirləri var, dollar Yapon yenində də gəlirləri var. Sel əməliyyatlarında, sonra evro dollar, funt dollarda alışlar aşağıdan gəlirlərdədir. Biz yenə gözləyirik qızılı, görə qızıl neyinir. Yəni bu əməliyyatda gəlirdədir, bunu da bağlaya bilərik, sığortalaya bilərik. Xəbərə qalmış biz ümumiyyətlə bütün əməliyyatlardan lazımdır ki, canınızı qurtarın. Yəni buna elə qoy qalsın, elə burada qalxıb bağlansın. Belə, inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Yəni bugünkü gündə çox şükür ki, yəni hətta bugünkü günü 1, 2, 3, 4, 5, 6 əməliyyatlar gəlirlə nəticələnsə belə yenə superdir. Baxın burada səhər saatlarında sell və Bitcoin-də buy, neftdə buy, bunlar hamısı hətta Ethereum-da uşaqlar, biz Ethereum yaddan çıxartdıq. Ethereum-da demək buy vermişik 2128-də buy, 2128-də buy vermişik Ethereum-a. Baxa görə Ethereum-da buy vermişik. 212. Bu da gəlir olub. Yəni Ethereum-da da gəlirdə də Ethereum-da əlavə eləyək bura. Buna əlavə eləyək Ethereum-u. Deməli Ethereum-da buy neçədə idi uşaqlar? Deməli 2128-də gəlir. Bu da gəlir, gəlirlə nəticələndi. Bunu da yazaq. Gəlir oldu. Ümumilikdə 7 siqnal paylaşdığımız 7 siqnal gəlirlə nəticələnir. 7 siqnalımız gəlirlə nəticələnir. Belə uşaqlar, hələlik inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın, sağ olun.